Onlar isə sıldırım qayaları dırmaşaraq üzərimizə gəlirdilər. Ermənilərin Şuşa döyüşləri haqqında verdiyi bu müsahibələr ciddi rezonans doğurmuşdu. İlk baxışdan inandırıcı olmasa da, əslində ermənilər bəlkə də ilk dəfə düzünü danışırdılar. Vətən müharibəsindən sonra artıq Şuşada bu qayalarda 10 minlərlə mərminin izləri bir daha Cıdır düzündə olan şiddətli döyüşlərdən xəbər verirdi. Güllələrin istiqamətinə baxdıqda açıq-aydın görünür ki, ordumuz Daşaltı istiqamətindən Cıdır düzünü daim atəş altında saxlayıblar. Bu müddət ərzində isə xüsusi təyinatlı qüvvələrimiz artıq sıldırım qayaları aşaraq ermənilərin heç gözləmədiyi istiqamətdən əks hücum əməliyyatına başlamışlar. Bəli, Azərbaycan ordusu mümkünsüzü bacararaq Cıdır düzündən Şuşanın azadlığı üçün ilk addımlarını atıyor. Bölmələrimizin Şuşa əməliyyatı 3 istiqamətdən təşkil olunur. Günlərlə sıx meşələri və dağları aşan bölmələrimiz Daşaltı kəndini azad edirlər. Hərb nəzəriyyəsində bir neçə çətin döyüşlər vardır. Bunlar meşə döyüşləri, dağ döyüşləri, şəhər döyüşləri olaraq sadalamaq olar. Durduğumuz yerdən baxsaq, dərinlikdəki meşə massivi və yuxarıya doğru yüksələn dağ və mərhələli olaraq bu dağları dırmanmaq bugünkü şərtlərdə çox daha çətin, hətta bir çox hallarda imkansızdır. Amma bizim xüsusi təyinatlarımızın bir tərifi var. Nədir o tərif? Biz çətini bacarırıq, imkansız biraz vaxt alır. Və məhz Şuşa döyüşündə imkansız bir o qədər də vaxt almadı. Xüsusi təyinatlarımızın o cümlədən Azərbaycan ordusunun möhtəşəm planlaşdırılmış əks hücum əməliyyatları ilə bu dağların zirvəsində olan tarixi Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhəri düşməndən yıldırım sürəti ilə azad edilmiş olur. Бросай оружие, выходи на площадь! Мы тебя трогать не будем! Düşmən Azərbaycan ordusunun Şuşaya yeganə giriş yolu olan Daşaltıdan gözləyirdi. Bütün qüvvələr məhz bu istiqamətdə cəmlənmişdi. Qəfil qayalardan şəhərə daxil olan bölmələrimiz şəhər döyüşləri ilə düşmənin arxasına keçirlər. Bu döyüşlərlə paralel olaraq Laçın-Xankəndi yolunun tutulması Şuşa döyüşlərinin taleyini həll edir. Cənab Ali Başkomandan, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Yaşasın Cənab Ali Başkomandan. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan. Müharibənin gedişi boyunca haqlarında əfsanələr dolaşan bu qüvvələr Şuşa döyüşləri ilə əfsanələrin reallıq olduğunu bir daha sübut etdi. 28 il ərzində ermənilər Azərbaycan ordusunun əks hücum əməliyyatını bəlkə də hər gün gözləyiblər. Onlar bilirdilər ki, bu torpaqları uzun müddət işğal altında saxlaya bilməyəcəklər. Azərbaycan ordusunun əks hücumu isə məhz onlar düşünürdü ki, Ağdam istiqamətindən olacaq. Buna görə də bu istiqamətdə olan müdafiə xətti digər ərazilərdən ciddi şəkildə fərqlənir. Ənənəvi qaydada 1-ci, 2-ci, 3-cü eşalon səngərlər, postlar, vallar, minalanmış sahə və yeraltı gizli bunkerlər. Hansı ki, bu bunkerlərə baxdıqda kənardan 10 metr yaxından belə müəyyən etmək mümkün deyil ki, bu boz təpənin altında hansısa bir gizli möhkəm müdafiə sistemi var. Bunkerin təyinatı, o cümlədən onun texniki göstəriciləri isə müasir müdafiə sistemi ilə tam uyğunlaşır. Bu ərazidən böyük bir sahəni müşahidə etmək mümkündür və nəzarət altında saxlamaq mümkündür. Ermənilərin illərdir gizli saxladığı və müasir avadanlıqlarla təchiz etdiyi yeraltı gizli bunkerdəyik. Bunkerin texniki xüsusiyyətlərini hərbi ekspert Ruslan İmamquliyevlə birlikdə təhlil edəcəyik. Gördüyümüz bunker Rus istehsalı olub, Panzer bunker modellərindən biridir. Yəni bunun bir mərhələ olaraq bir neçə ölçünə görə modelləri var və
Başlayaq bu bunkerin qapısından. Sadəcə giriş qapısının qalınlığına, metal örtüyünə və bunun zireh qabiliyyətinə baxsaq, bu nə qədər qoruma imkanını təmin etdiyini görmüş oluruq. Keçək bunkerin ilkin ön giriş qapısına. Bunkerin ön giriş qapısını görsək ki, bu qapının qalınlığı təqribən 1 metr qalınlığındakı bir qapıdır və burada sadəcə metaldan getmir söhbət. Eyni zamanda metaldan başqa bu bunkerə əgər hər hansı bir müxtəlif zirehli mərmilərlə atış olarsa, bunkerin qapısının qorumasını təmin edəcək aradakı digər materiallar da mütləq ki vardır və deyərdim ki, bunun qapısını, hətta divarlarını